Mübarək Ramazan ayı daxil olanda əziz Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə, onun buyurduğuna əsasən Allah Teala göyün qapılarını üzümüzə açır. O qapılar nə qapısıdır? Rəhmət qapısıdır. Kim istəmir ki Allah ona rəhm eləməsin? Kim istəmir ki Allahın rəhməti ona şamil olmasın? Ümumiyyətlə Allahın rəhməti olmasa, bir an Allah bizi öz ixtiyarımıza buraxsa, əlimizdən tutmasa, məhv olaraq. Ramazan ayı daxil oldu, Allah Teala'nın rəhmət qapıları, göyün qapıları açılır. Yaxud da ki, digər bir kəlamında buyurur, cəhənnəmin qapıları bağlanır, behiştin qapıları açılır. Yəni fürsətdir. O qapılar niyə açılıb ki? Yəni behiştə getmək istəyən üçün qapı açıqdır. O qapını üzümüzə niyə bağlayıblar? Yəni cəhənnəmin qapısı bağlıdır. Cəhənnəmə getmək istəməyənlər bilsin. Yolu bu Ramazan ayıdır. Bu aydır. Cənnətə getmək istəyənlər yolu bu Ramazan ayıdır. Amma insanlar çox təəssüf olsun. Bəziləri bu ayın qədrini bilmir. Ramazan ayı daxil olanda bir dəstə insanlar narahat olur. Oruç tutmur ki heç. Allahın əmrinə boyun əymir ki heç. Hələ əlavə olaraq bu adam oruç tutanlara da gülür, Ramazan ayına artıq əski sözlər deyir. Məsələn, bu aya ad qoyur, aclıq ayı başlandı. Hələ bu ayda oruç tutanları təhqir eləyir, məsxərə eləyir, gülür. Oruç tutan insanların yanında yemək yeyir. Bu ayın hörmətini saxlamır, oruç tutan insanın yanında başlayır yeyib içməyə. Bu insanlar, sözümüz onlara budur. İnşallah başa düşsünlər. Allah onları hidayət eləsin. Bu ayın fəzilətini, bu ayın bərəkətini başa düşsünlər. Başa düşmək istəmirlərsə, bu ayda oruç tutanlara gülməsinlər. Bu ayı təhqir eləməsinlər. Bu ayın hörmətini saxlasınlar. Həmin o adamlar ki, bu ayda oruç tutanlara artıq əski sözlər deyir, birdən bir yeri ağrıyanda, həkimə gedəndə, həkim ona deyir ki, get ac qal, filan şeyi yemə. Hələ gələ bu zəhərli dərmanları yeyərsən. Elə də quzu kimi onun sözünə qulaq asır. Sən həkimin sözünə qulaq asırsan, ac qalırsan. Biz də Allahın sözünə qulaq asırıq, ac qalırıq. 2. Bir dəstə insanlar bu ay daxil olanda düzdür, narahat olmurlar. Oruç tuturlar. Allah Teala'nın əmrinə tabi olurlar. Amma görürsən ki, biraz həvəsləri az olur. Xüsusən əhya gecəsi gəldi, çatdı. Biraz da iftar süfrəsi, Quran tapşırması versən zəifləyirlər. Tez-tez soruşurlar. Bayram açandır. Ay hasan qutarır. Sanki elə bil həvəslə deyil. Heç soruşur. Nə vaxt bu ay qurtaracaq? Bayram nə zamandır? Əgər başa düşsəydi, orucluğun qədrini bilsəydi, hansı Allahın rəhmətinin ona şamil olduğunu bilsəydi, hədislər nə deyir? Arzu eləyərdi il boyu Ramazan ayı olsun. Bu 2. Üçüncü dəstə nəinki oruç tuturlar, Allah Teala'nın əmrinə tabi olurlar, hətta oruç tutmaqdan ləzzət alırlar. Ramazan ayı qurtaranda gözlərindən yaş gəlir. İlahi, rəhmət ayı niyə bitdi? Sevinirlər Qur'an-ı Kərimdə, mübarək Bəqərə surəsində məni saymısan, mənə nə demisən? Ya əyyuhəl-ləzīnə āmənu, ey iman gətirənlər, mənə adam yerinə qoymusan, mənə mömin demisən. Mən iman əhliyəmsə, məndən Allah nə istəyir? Deyir, oruç tut. Baş üstə. Mənə dəyər vermişsən. İlahi, sən məni öldürməyib sağ saxlamısan, bu Ramazan ayında rəhmət qapıları üzümə açmısan. Bir gecə təyin eləmişsən. Mənə ömür vermişsən. Bu ayda o gecəyə çatım. 1000 aydan üstün etmişsən. Həmin gecə ibadətlə, namazla, dua ilə bütün günahlarımızın üstündən bağışlanmaq vədəsini vermişsən. Sevinir Allah. İlahi, Qədir gecəsi gələ qabaqda. Əla. Allaha özümü bağışlatdıracağam. Fürsət düşüb əlimə. Peyğəmbər kəlamını eşidəndə bu ayda Allahın qonaqlığına dəvət olunmusunuz. Sevinirdir. İlahi, sən məni qonaq eləmisən. Kimin qonağı? Bizi biri qonaq çağıranda bizi dəyər verir də. Axşam qonağımızsan. Sağ olsun, məni çağırdı, filan kəsi çağırmamışdı. Mənim məclisin başında əyləşdirdi, dəyər verdi. Bu ayda ilahi məni qonaq çağırmısan, mənə dəyər vermişsən. Həvəslə oruç tutur, bu ayın bərəkətlərini tanıyır. İndi mən bu ayda insanlar daha da yaxşı oruç tutsun deyə, qardaşlarım, möminlər, cüməyə yığışanlar,
Bu ayda şövqlə, məhəbbətlə, həvəslə daha da yaxşı oruçdasınız deyə gərək bu ayı tanıyasınız. Bu ayı tanımasan, deyərsən, haçan orucda qutararıq? Bu ayı tanımasan, deyərsən ki, bu o aclıqdan mənə nə? Mən acımışam, niyə yeməməliyəm? Belə deyərsən. Bu ayı ən yaxşı tanıyan, bizə tanıtdıran, Allahın yer üzərində olan ən üstün yaratdığı bizim əziz Peyğəmbərimizdir. Allahın salamı olsun ona və pak əhl-i beytinə. Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə Şaban ayının son cüməsində ağamız Həzrət Əli əleyhissalamdan nəql olunub ki, Peyğəmbər bu ayın gəlişi münasibəti ilə Şaban ayının son günlərində bir xutbə buyurdu. Xutbəni kim deyib? Peyğəmbər. Bizə kim çatdırıb? Həzrət Əli. Kitablarda nəql olunub. Nədir o? Ey cəmaat! Peyğəmbər buyurdu. Ey cəmaat! Allahın ayı, bərəkət ayı, rəhmət ayı, məğfirət, əf ayı sizə doğru üz gətirmişdir. Ay gəlir, sorağımıza bir ay gəlir. Amma bu ay elə-belə ay deyil. Gəldi, getdi deyil. Bu ay rəhmətdir, bərəkətdir, məğfirətdir, bağışlanmaqdır. Rəhmət istəyirsən, bu aydadır. Bərəkət istəyirsən, bu aydadır. Bağışlanmaq istəyirsən, bu aydadır. Da nə qaldı ki? Bu ay Allah yanında ayların ən yaxşısıdır. Qardaşlar, bu aydan üstün ay yoxdur. 12 ayın sultanıdır. Bu ayın günləri ən dəyərli günlər. Gecələri ən fəzilətli, dəyərli gecələr. Saatları ən yaxşı üstün saatlar və anlardır. Bu ayın öz içərisində günlər var, gecələr var. Bu ayın gecələrindən üstün gecə yoxdur. Ən üstünü də Qədr gecəsidir. Bu ayın günlərindən üstün gün yoxdur. Saatı mübarək Ramazan ayının 24 saatının hər saatı digər ayların saatlarından üstündür. Bu nə aydı belə? Özü üstün, saatı üstün, günü üstün, gecəsi üstün. Bu nə aydı ilahi? İlin 365 günün arasında, yaxud da 66 günün arasında bu aydan üstünün tapa bilməzsən. Yaxşı. Bu ayda Allah Taala bizə nə dəyər verib, məni necə dəyərləndirib? Peyğəmbər buyurur, bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz. Allahın lütfə və mərhəmətinə layiq görülmüsünüz. Bizi qonaq edib. Du'itum ila ziyafətillah. Ziyafət məclisidir, qonaqlıqdır. Allah bizi sayıb xoş halımıza. Bizi sayıb ki, gəlin mənim qonağım olun. Bəndə bir neçə dəfə Allahın qonağı olur. Biri həcc, Kəbə evi. Allahın evinə gedirsən, Allahın nəysən? Qonağısan. Bir də ayların arasında bu ay, məkan Kəbədir, zaman Ramazandır. Bu ayda hamımız Allahın qonağıyıq. Süfrə açıb. 60 il ömür eləyən bu ayda günahını tərtəmiz eləyər. Hədis deyir. Bu aydan təzə anadan olan uşaq kimi məsum, günahsız çıxar bu ay çıxanda. Bağışlayır da qardaş. Açıb qapılarda cürət lazımdır. Şücaət lazımdır. Adamda bir himmət lazımdır ki, keçsin o qapılardan. Yaxşı. İndi bu qonağın Allah yanına nə qədər hörməti var? Allahın qonağının bu Ramazan ayında nə qədər dəyəri var? Peyğəmbər buyurur. Bu ayda sizin nəfəsləriniz zikr. Nəfəs alıb veririk. Gündə nə qədər? Saysız hesabsız. Hər nəfəs alıb verməyin zikirdir, təsbihdir, subhanallah, oruc olanda. Bu Ramazan ayında. Yatmağınız ibadətdir. Əgərə yataydı, başqa sarımız yoxdur. Yatmasa axırda yoruluruq. Yatırsan, Allah bu ayda bəndənindir, mənim qonağımsan da, qonağı mən hörmət edirəm. Nəfəs alıb verməsəm ölərsən. Yatmasan yorularsan, axır yatacaqsan. Qonağa belə hörmət qoyuram. Yatmağın da ibadətdir, nəfəs almağın da təsbihdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır. Yaxşı. Mən qonağam. O qonağa belə dəyər verir. Bəs mən qonağın bir vəzifəsi var. Özümü necə aparım bu qonaqlığı da? Falan kəsi bir qonaq çağırdıq. Yerin bilmədi. Danışığın bilmədi. Hərəkətin bilmədi. Bu qonaq gərək bu ayda öz yerin bilə. Necə? Peyğəmbər deyir. Belə olan halda xalis niyyətlə, təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağı və Quran oxumağın müyəssər olması üçün Allahdan kömək istəyin. Oruç tut, Quran oxu, amma təmiz niyyətlə.
riya olmasın. Sırf ilahi, sənə xatir, sən demirsən ac qalacağam. Sən demirsən oruç tutacağam. Sən demirsən bu ayda neynə mən ona tabi olacağam. Sonra Peyğəmbər bir cümlə deyir, qardaşlarım. Peyğəmbərin bu cümləsi bizi ayıltmalıdır. Oruç tutmağa bizi həvəsləndirməlidir. Peyğəmbər buyurur. Çünki doğrudan da bu əzəmətli ayda ilahi rəhmətdən məhrum olan şəxs bədbəxtdir. Bədbəxt kimə deyirlər? O adam ki, bu ayda Allahın rəhmətindən nə olur? Məhrum olur. İstifadə edilmədi. Qapı açıq idi, fürsət idi, qazanmadı. Oldu bədbəxt. Digər bir hədisdə Ayətullah Cavadi Amili, Allah hifz eləsin, onun nəqlinə əsasən buyurur ki, sonra Peyğəmbər qiyamət günündə, bu dünya idi, qiyamət günü oruç tutanların Allah yanında olan fəzilətindən danışandan sonra o qiyamətdə belə buyurdu, qiyamət haqqında belə buyurdu. Baxın, son qiyamət günü olar, qiyamət günü bərpa olanda Allah tərəfindən bir nida eləyən deyər. Hamımız yığışmışıq, məhkəmədir. Qiyamət Allah bizi qorusun. Çox çətindir. Bu dünyanın məhkəməyə çıxanları mən görmüşəm, siz bəlkə görməmisiniz. Tir-tir əsir hakimin qabağında. Hələ çox şey hakim bilmir. Biri vardı, dedim məndən həbsxanada. Gələr deyirdi ki, əlhəmdülillah, bir dənə yerdə kameraya düşmüşəm. O biri kameraları bilmədilər. Sevinirdi. Allahın bu ayda oruç tutanlara qiyamət günündə görün necə lütfüne baxın. Qiyamət günü nida eləyən qalxar belə deyər. Hardadır Allahın qonaqları? Və məhkəmə deyir, Allahın qonaqlarından söhbət gedir. Məhkəmədə nə qonaq? Hə, Ramazan ayında qonaq olanlar var. Orada o qonaqlara hörmət var. Hardadır Allahın qonaqları? Sonra oruç tutanları gətirərlər. Bunlar Allahın qonağı olurlar. Onlara bir mərkəblərə, minilərə, çox gözəl, ali, üstün bir mələklərə səvar eləyərlər. Ayaqla yox, ayaqla əziyyət verir, hörmətlə, kortejlə. Necə deyirlər, ətrafı, hörmətlə onları mərkəblərə mindirərlər. Onları başına kəramət tac qoyarlar, tac. Oruç tutmusan, Allahın sözünə qulaq asmısan, az qalmısan, sözə qulaq asmısan, başlarına kəramət tacı qoyarlar və onları o mərkəblərə mindirib behiştə apararlar. İlahi Pərvərdigara, bizi o dəstədən qərar ver. Amin. İndi söhbətimi qutarıram. Bu Ramazan ayının gəlişinə deməli sevinmək lazımdır. Bu ayı bərəkətli bilmək lazımdır. Bu ayın qədrini bilmək lazımdır. Müsəlman ölkələrinə baxın. Maşallah. Hətta bəzi qeyri-müsəlman ölkələrində müsəlman qardaşlarımız bu ay gələndə məscidləri təmizləyirlər. Məscidləri yuyurlar. Təzə paltarlar geyirlər. İftar süfrələri açırlar. Ayı görmək üçün yığışırlar. Bir üstün bir hündür yerə qalxırlar. Ayı görən kimi qucaqlaşıb bir-birini təbrik edirlər. Mübarək olsun Ramazan ayı. Allah tövfiq verdi. Allahın qonaqlığına daxil oldu. Mənlə sən daxil oldu. Qucaqlaşın möminlər. Bayramdır. Nə bayramdır? Allah bizi bu aya daxillədi. Bu özü bir bayramdır. Bu ayda iftar süfrələri təşkil edirlər. Əlini cibinə atıb kasıblara pul xərcləyirlər. Kasıb ailərin siyahısını tuturlar bu aylarda müsəlman ölkələrində. Qonşudan başlayır, qohumlardan başlayır. Evə firni xurma alır. Ev üçün iftara bir şey fikirləşir. Bir dənə də başqa siyahısı var. Onu evdən verməyiblər. Onu Allah Taala Peyğəmbər Əhl-i-Beyti tapşırıb bizə, kasıblar. Bir dənə də siyahı tuturlar. Televizorlarda mənəvi verilişlərin sayını artırırlar. Bu haram, mütrif, eş, işrət, günah verilişlərin sayını azaldırlar. Dini verilişləri müsəlman ölkələrində, hətta qeyri-müsəlman ölkələrində. Amma təəssüf olsun, bəzi müsəlman ölkələrində görürsən, yox, əksinədir. Ramazan ayı gələndə biraz da televizorda, radioda, küçədə o əxlaqsız verilişləri artırırlar. Allahın ayının hörmətini saxlamırlar. Bu ayın hörmətini saxlamayanı Allah cəzalandırır. Bir dəfə danışacağım sizə. Bu ayın hörmətin oruç tutmasan da, xəstəsən, səfərdəsən, oruç tutan adamın yanında hörmət saxla, yemə, siqaret çəkmə və ilaxır. Belə deyək də, alimlər dediyi kimi, bəziləri bu ayda şeytan ki zəncirlənir, Peyğəmbər deyir, gəlib öz əli ilə zənciri açır. Deyir, yox, mənə şeytan zəncirlənməyi sərf eləmir, belə fikirləşir. Ona görə bu ayda gəlin hamımız müsəlmanlar
bir yerdə bu ayı bayram eləyək, oruç tutaq, qardaşlıq eləyək. İnşallah bu ayı axıra qədər, sona qədər başa vuraq. Sonda da Allahdan istəyək ki, İlahi Pərverdigara bizi bu aydan çıxardanda həqiqi oruç tutan kimi bu aydan çıxart ki. Amin. Bayram günü bizi həqiqi bayram eləyənlərdən qərar ver. Amin.